Antalya Diplomatiya Forumunu izləyən jurnalistlər arasında şef redaktorumuz İbrahim Kamiloğlu da var. İndi canlı bağlantıda İbrahim bizə forumun işi haqda ətraflı məlumat verəcək. İbrahim, hər vaxtınız xeyir olsun. Hər vaxtın xeyir Nigar. Bəli, sabahdan artıq Antalya Diplomatik Forumu öz işinə başlayır. 2021-ci ildən bu forum keçirilir. Türkiyənin Antalya şəhərində, Krot şəhərində Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın himayəsi altında keçirilir. Bu il 5-incisidir. Daha doğrusu 150-dən çox ölkədən, dünyanın 150-dən çox ölkəsindən nümayəndələr burada iştirak edəcək. 20-dən artıq dövlət və hökumət başçısı iştirak edəcək. Bu dövlət başçıları arasında Azərbaycan prezidenti İlham Əliyev də var və sizin də qeyd etdiyiniz kimi prezident İlham Əliyev də Antalyaya artıq işgüzar səfərə gəlib və ümumilikdə 5000-ə yaxın qonağı Antalya qəbul edəcək sırf bu tədbirlə bağlı və yenə qeyd etdiyim kimi 150-dən artıq dövlət və hökumət dövlətdən nümayəndələr burada iştirak edəcək, müxtəlif mövzularda müzakirələr aparılacaq, müxtəlif dialoqlar olacaq və bu ilki forumun mövzusu problemləri həll edərkən, daha doğrusu gələcəyi planlaşdırarkən problemlərin öhdəsindən gəlməkdir. Bu da əbəs yerə seçilməyib, çünki hər hansı bir dövlətin gələcəyi planı müxtəlif ola bilər, amma bu plan digər hər hansı bir dövlətin mənafeyinə və yaxud hər hansı bir şəxslərin mənafeyinə toxunmamalıdır. Bunlar nəzərə alınmalıdır, ərazi bütövlüyü və yaxud hər hansı bir suverenliklə bağlı mənafelərə toxunmamalıdır və əsas bugünkü dünyada gedən düzəni nəzərə alsaq, müəyyən bölgələrdə, istər yaxın şərq olsun, digər bölgələrdə baş verən prosesləri nəzərə alsaq, bu əsnada, bu hazırki vəziyyətdə bu mövzunun seçilməsi də heç də əbəs yerə deyil. Sabahdan başlayır və forum 3 gün davam edəcək. 17, 18, 19 aprel tarixlərində Antalyada bu forum keçiriləcək və müxtəlif mövzularda, yenə dediyim kimi, müzakirələr olacaq. Hər hansı bir yenilik olduqca da əlaqə saxlayacağıq. Buyur Nigar, söz səndədir. İbrahim, əlbəttə bu diplomatiya forumudur. Siz də qeyd etdiyiniz kimi dünya diplomatiyası, siyasət, dünyadakı məsələlər müzakirə olunacaq. Bundan başqa hansısa məsələlərin müzakirəsi nəzərdə tutulubmu və Azərbaycanın iştirakı ilə bağlı nə deyə bilərsiniz? Adı düzdür, diplomatiya forumudur, amma onu da qeyd edelim ki, təkcə burada siyasi mövzular deyil, təbii ki, iqtisadi, həm siyasi, iqtisadi, ticari, digər məsələlərlə bağlı müzakirələr aparılacaq. Ümumilikdə 40-dan artıq sessiya və panellər keçiriləcək və burada hətta ətraf mühitlə bağlı, ekologiya ilə bağlı, ətraf mühitin çirkləndirilməsi, buna qarşı həll yolları ilə bağlı, bunun həlli ilə bağlı məsələlər müzakirə olunacaq. Yəni, istənilən məsələ hər hansı bir iqtisadi olsun, ekoloji olsun, istənilən məsələnin həlli yenə də müzakirədən keçir, nəticədə diplomatiyadan keçir və təbii ki, bu məsələlərin də, yenə deyirəm ki, 40-dan artıq sessiya və panellərdə müxtəlif mövzularda məsələlərin həlli daha doğrusu müzakirəsi nəzərdə tutulub. Bəli, çox sağ olun İbrahim, təşəkkür edirik. Sizdən növbəti buraxılışlarımızda da ətraflı məlumatları gözləyirik. Biz isə davam edirik.